Şəhriyarın şeirlərinin oğurlanması. İbrahim Savalan qələmində. Səs Mahruh Əfro. Mən bilən 3 dəfə Şəhriyarın şeirləri oğurlanıb və o şeirlər Azərbaycan ədəbiyyat tarixindən həzf olub. İlk oğurluq Şəhriyar evini dəyişmək məqsədi ilə əsasiyyələrini yığışdırıb başqa iş üçün evdən çıxdığı zaman baş veribdir. O yerdən ki, Şəhriyarın evində oğurlamaq üçün qiymətli bir şeir yoxmuş və Şəhriyar demişkən oğru bir at yükü qədər kitab dəftər aparmışdı. O oğurluq planlı bir işə bənzəyir. Necə ki, Şəhriyar yazır, oğru qaldırdı qazan qablamanı, kim əl atsın hacata bilməyirəm. Bu kitablar özü bir at yüküdür, bunu kim çatsın ata bilməyirəm. Rıza Şah İrandan çıxandan sonra ölkə həmi başsız qalır, həmi də azad bir fəza yaranır. Şəhriyar da o fəzadan faydalanıb həmi Azərbaycan dərdlərini dilə gətirir ki, lap məşhuri 1321-də qoşulan Əla Tehraniya şeiridir və həmi öz dilimizdə şeirlər qoşur. O illərdə Azərbaycanın başına bombalar yağanda Tehran radiosu toy tutur və bu Şəhriyarı titrədir. Şəhriyar belə yazır. به شهریور مه پارین که تیارات با تعجیل فرو میریخت چون طیر ابابیلم به سر سجیل تو را یک شب نشد ساز و نوا در رادیو تعطیل تو را تنبور و تنبک بر فلک میشد مرا şiven. Bir də ki, İranın 2. Dünya Savaşında zəlil davranışı və Türkiyənin iqtidarı Şəhriyarda qurur hissi yaradır. شهریار yazır, تو عقل و هوش خود دیدی که در غوغای شهریور کشیدند از دو سو همسایگان در خاک ما لشکر کنون Türkiye bin و ناز شست ترک ها بنگر. Bunlardan əlavə yaranmış Azərbaycan Muxtar Dövləti Şəhriyarın ilham qaynağına çevrilir. Amma oğrular o illərdə yazılan bir dolu divanı səlqə səhmanla aparırlar. Şəhriyar yazır, səlqəli oğru tapılmışsa bu başsız yerdə Şəhriyardan da gərək bir dolu divan aparın. Amma 1350-də baş verən oğurluq daha da ağır idi və Şəhriyarın əsas türkcə şeirləri yoxa çıxdı ki, o hadisəni başqa bir yazıda ətraflı açmaq lazımdır. Şəhriyar bu dəfə məhkəmə filana başvurur, amma heç nəticə almır. Şəhriyar yazır, bu qədər dəftər və əsnad ilə bir həqqa çatan yox. Haqq verənlər pitici Mirzə Qələmdan ilə getdi. Türkü olmuş qədəğən divanımızdan da xəbər yox. Şəhriyarın dili də vay deyə divan ilə getdi.